mətnin təhlilində nələr? Mətnin məntiqi təhlilinə aid deməli burada birinci başlayıb qohumluq əlaqələri haqqında, sonra mətnin təhlilinə nələr aiddir? Mətnin təhlilinə aiddir. Ondan sonra deməli cədvəl əlaqələri. Qohumluq əlaqələri buradan başlayıb adları uyğun düzgün yazılır. Deyir Həsən Nərgiz Məmməd Əli var. Deməli qohumdurlar. Məlumdur ki, Həsən Nərgizin deməli atasıdır. Nərgizlə Məmməd bacıdır. Münvar Məmmədin bibisidir. Münvar deməli həm Nərgizin, həm də Məmmədin bibisidir də. Bibisidirsə, onda atalarının nəyi olur? Atalarının deməli olacaq, bacısı olacaq. Düzgün cavab olacaq bacı, yəni B variantı. Bibi bacı sayılır, atanın bacısı sayılır. İkinci suala baxırıq. Zeynəb, Gülnar, Səidə Nisə qolunurlar. Gülnar Səidə bacısıdır. Aha, Gülnarla Səidə deməli bacıdırlar. Ondan sonra deməli Nisə Səidənin anasıdır, Zeynəb Nisənin anasıdır. Deməli Zeynəb anadırsa, yox, Zeynəb Nisənin bacısıdır. Burada Nisədən də uşaqların anasıdır da. Uşaqların anasıdırsa Nisə. Bunda Zeynəb uşaqların nə olacaq? Onların nə olacaq? Xalası olacaq. Ananın bacısı nə gedir? Xala gedir də. Düzgün cavab xaladır. Xala gedir. İndi üçü də özünüz yazıb görürsünüz yapacaqsınız. Rəyləri oxuyacaq. Aha, rəyləri yazaq. Deməli, Mələk yazıbdır, Qasimə yazıb, Aynur yazıb. Yox, keçəcəyik Fərdə xanım. Prosta birinci videolarını çəkəcəm, bəli. Birinci videolarını çəkəcəm, ondan sonra keçəcəm. Bir videoya baxanda daha bir olur. Deməli, cavabları yazın. Yazanlar kimlər idi? Bir dəqiqə baxın. Mələk yazıb, Fərdə yazıb, Qasimə yazıb, Emin yazıb, bəli, Aynur yazıb, düzdür. Nəvəsi cavab doğrudur. Deməli, Aynur Aygül ilə necə doğrudur? Baxın, burada indi Aynur Aygülün anasıdır. Aynur Aygülün anası. Aynur anadır. Aynurdan böyük kim var? Deməli, Aynur Aygülün anasıdır. Sonra deyir ki, Aytən Aygülün qızıdır. Aytən Aygülün qızıdırsa, onda Aynur nənə olur da Aygül. Aygülün qızıdırsa Aytən. Aytən Aygülün qızıdırsa, onda elə bir Aygül qızdır. Aygüldən böyük kimdir? Aygüldən böyük deməli Aynurdur. Aynur Aygülün anasıdır. Aygüldən də balaca Aytəndir da, Aytən qızdır. Aygüldən də Aytən bacıdırlarsa, onda Aynur həm Aytənin, həm də Aygülün nənəsi olur. Aynur Aygül ilə necə qohumdur? İndi burada tərsini verir də, Aynur Aygül ilə necə qohumdur? Deməli, Aynur burada ən böyük. Aynur burada ən böyüksə, nənəsi olur. Nənəsi, Y variantı doğru. Sizlər nə yazmışdınız? Hə, nənəsi doğru. Nəvəsi yox. Kimsə səhv yazır. Aynur Aygülün nə idi? Nənəsi olur. Aynur böyük daxdır. Aygül Aynurun nə desəydi, onda nəvə olar. Davam edək. Gələnləri qəbul edin. Aha, davam edirik. Keçirik dördüncü suala. Dördüncü suala baxaq. Dördüncü sualda indi özünüz yazın. Səbinə Heydərin həyat yoldaşıdır. Afət Heydərin anasıdır. Afət burada qaynanasıdır. Tahirə Afətin qızıdır. İndi deyir Tahirə görək Səbinənin nəyi olacaq?
Bəli, cavabları yazaq burada. Kimlər yazıb oxuyuram. Deməli, Gülşən yazıbdır, ondan sonra Xuraman yazıb, Sənubər yazıb, Aynur yazıb, Əminə, Rasimə, Fəridə, afərin. Düzgün cavablar gəlir burada. Baldız cavabı doğrudur. Mələk, Nəzrin, bəli. Baldızın cavabı düzgün cavab sayılır. Deməli, burada cavab olacaq baldız. Yəni, elə bil ki, qardaşın bacısı gəlinin nəyi olur? Baldızı olur da. Tahirə səbdə eləmişdir. Tahirə Afət anadır, Afət Heydər nasılsa, onda Afət Səbinənin nəyi olacaq? Qaynanasıdır. Tahirə də Səbinənin deməli qızıdır da. Qız onda Səbinənin nəyi olacaq? Baldızı olacaq. Düzgün cavab baldız, C variantı olacaq. 5-6 eynidir, onları da evdə yazarsınız, fərqli tiplərə keçək. Deməli, birinci qayda qohumluq əlamətdir. İkinci qarşıya gedir müqayisə. Oxuyuruq məsələni. 5 dənə xanım var. Firuzə, İnci, Sədəf, Yaqut və Almaz rəfiqədirlər. Firuzə yaşca İncidən kiçik. Yazıram ki, Firuzə kiçikdir İncidən. Belə bir işarə qoyuram, böyük-kiçik işarəsi. Sonra ayrıca deyir ki, Yaqut Sədəfdən böyükdür. Yazıram ki, Yaqut böyükdür Sədəf. Yaqut Sədəfdən böyükdür, cümlə hələ davam edir. Amma Almazdan kiçikdir. Almaz keçir onda başqa. Firuzə Almazdan böyükdür. Onda Firuzə biraz başa keçir. Firuzədən böyük kim var? Burada Firuzədən böyük İnci var. Çünki deyir ki, başqa. Firuzə yaşdan kiçik. Onda İnci ən başa keçir. Ən böyük İncidir, sonra Firuzədir, sonra Almaz, sonra Yaqut, sonra Sədəf. Bizdən ortancılı soruşur. Ortancılıqda Almaz. Düzgün cavab Y var. İndi 8-i eyni qaydada müqayisə edib alınacaq. Böyük istifadə. Belə burada kimlər yazır? Səkkici yazanlar deməli, Mələkə yazıb, Xuraman yazıb, Mələk yazıb, Fəridə yazıb, afərin. A variantı yazanlar bu. Həsrətlər xəyal olacaq. Gəlin, baxaq, müqayisəmizi aparaq. Deməli, müqayisəmiz burada deməli gedir. Müqayisəmiz burada gedir. Belə gedir də. Qismət ümiddən əvvəl yarışacaq. Q böyükdür, Ü yazılır. Baş hərflərlə yazır bilərik. Q böyükdür, Ü yazılır. Qismət ümiddən əvvəl çatıbdır. Q böyükdür yazıram. Ümiddən böyükdür qismət. Q böyükdür, Ü yazıram. Ondan sonra nə deyir ardınca? Arzudan sonracaq. Arzu onda keçir başa. Xəyal finişə ümiddən əvvəl sonracaq. Xəyal bura gedir. Həsrət arzudan yuxarı neçədirsə, həsrət ən başa gedir. Deməli, ən birinci çatan həsrətdir, ən axırıncı çatan xəyaldır. Düzgün cavab A variantı. Növbəti müqayisəni edin. Burada səhvləri istəyir sonra. Oxuyun məsələni. Məsələni oxuyaq. Deyir ki, məktəbdə keçirilən riyaziyyat olimpiadasında ilk 5 yeri Əhməd, Gülnar, Rəsul, Rəngiz və Mədnə tutmuşdur. Gülnar Rəsuldan yaxşı, Mədnədən aşağı nəticə göstərmişdir. Əhməd Mədnədən yüksək nəticə göstərmiş, amma birinci olmamışdır. Aha, deməli müqayisə edəcəksiniz. Yenə Gülnar Rəsuldan yaxşı, Mədnədən aşağıdır, Əhməd Mədnədən yüksəkdə Əhmədi başa amma birinci olmamışdır. Orada görün birinci yer qalacaq, axırda səhvləri istəyir.
Cavablar gəlir burada, yazanlar var. Deməli, Sənubər yazıb, Xuraman yazıb, Rasimə yazıb, Bələkə yazıb, Gülşən yazıb, Aynur yazıb və Mələk yazıb. Nəzrin də yazıb, Aynur da yazıb. Bəli, A variantı düzgün cavab. Əsər. Deməli, gəlin müqayisəmizi yenə aparaq düzgün şəkildə. Deməli, burada deyir ki, şərtləri oxuyuruq. İlk şərtimiz nədir? İlk şərtdə deyir ki, deməli, Gülnar Rəsuldan yaxşı nəticə yığıbdır. G böyükdür, D yazıram. Gülnar Rəsuldan böyükdür. Gülnar Rəsuldan yaxşı nəticə yığıbdır. Ondan sonra deyir ki, mədnədən aşağı. Bunda mədnə Gülnardan başa keçir. Mədnə keçir bura. Sonra deyir ki, Əhməd mədnədən yüksək nəticə yığır. Əhməd keçir onda lap başa. Amma deyir ki, qalib olmur. Onda ən birinci Firəngiz qalır. Ən dənə Firəngiz qalır. Deməli, qalib olan Firəngiz olur. Başqaları ola bilməz. Əhməd hamısından yüksək. Rəsul birinci yer olub, səhv fikirdə. Rəsul əksinə sonuncu olub. Biri birdirsə. Əhməd dördüncü yer olub. Əhməd 2 olub. Biri 2-dir. O da A variantıdır. Mədnə 3 olmaq düzdür. Olimpiyadan qalib Firəngiz olub düzdür. Əhməd Gülnardan yaxşı nəticə yığıb. Bu da düzgün cavab olacaq. O zaman 1-2. İndi keçirik fərqli tiplərə. Bunlar hamısı eyni tipləridir, müqayisədir. Fərqli olanlara bax. Məsələn, fərqli olan 12-ci sual. Burada deməli analiz edəcəyik məsələni elə tapacağıq. Həftənin günlərini verir. Biz də ona görə həftənin günlərini yazacağıq. Deməli, bunu silib. Deyir ki, deməli, həftənin 5 günü var. Burada məsələdir. Aha. Həftənin 5 günü ardıcılıqla məktəbdə uşaqlar növbətçi olmalıdırlar. Mən də burada yazıram, bir yerdə yazıram. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün və beşinci gün. 5 dənə günü yazıram. Dördüncü, beşinci gün. Bunları yazdım. Ondan sonra bizə deyir ki, şərtdə həftə ərzində Adəm Yusifdən öncə növbətçi olubdur. Adəm böyükdür yazıram Yusif. Adəm Yusifdən öncə olubda növbətçi. Çingiz həftənin tək günlərində növbətçi olmamalıdır. Deməli, Çingiz o zaman ya ikinci gün növbətçi olacaq. Özüm burada qeydlərimi oxuyacağım, ya da dördüncü gün. Cüt günlər olmalıdır, tək günlər ola bilməz. Sonra Yusif 5-ci gün növbətçi olmamalıdır. Deməli, Yusif 5-ci gün növbətçi olmamalıdır. 4-cü gün Emin növbətçi olmalıdır. Deməli, Emin 4-cü günsə, avtomatik Çingiz 2-ci gün olur. Çünki Çingiz ya 2 olmalıydı, ya 4 olmalıydı. Deməli, Çingiz 2-ci gün. Sonra deyir ki, deməli, bunların neçəsi doğru olur. İndi Çingiz 2-ci gün növbətçidir. Yusif də deməli burada, Yusif neçənci gün 5-ci gün növbətçi olmur. Yusifdən də qabaq Adəm var. Yusif onda deməli, Yusif ya 5 ola bilmirsə, ya 3 ya 1 olmalıdır. Amma Yusifdən qabaq Adəm var. Onda Yusif 3-cü gün olur. Yusifi 1 ata bilmərik də. O zaman Yusifdən qabaq kim var idi? Adəm. Adəm 5-ci gün olur. Deməli, 5-ci günə də onda Asəf qalır. Burada vermişlər Asəf. Все. 5-ci gün Asəf növbətçi olmalıdır. Doğrudur. Çingiz Adəmdən sonraki gün növbətçi olub. Bəli, Adəm sonra Çingiz gəlib də. Deməli, bu da doğrudur. Yusif Emin'dən öncə növbətçi olub. Bu da doğrudur. Yusif Emin'dən əvvəl gəlibdir. Fikir verin, Yusif buradadır, Emin buradadır. İkinci gün Çingiz növbətçi olmuşdur. Bu da düzdür. Yusif 3-cü gün növbətçi olmuşdur. Hamısı düzdür. Deməli, düzgün cavab 5-i də doğru. Ondan sonra məsələn, gəlin burada bir sualda mən izah edeyim. Saatla bağlı məsələlər. 13-ü mən deyim, 14-ü siz yazın. Eyni sual. Burada da saatla növbələyəcəyik. Deyir ki, gün ərzində saat 8-dən 18:00-a qədər hər 2 saatdan bir 5 dərəcə rəqəmi nümayiş olunur. Biz də saatları yazırıq. 8-dən sonra saat neçə gəlir? 10. Ondan sonra 12 gəlir. 12-dən sonra 14. 14-dən sonra 16. 18-də bitirdi axırıncı 2 saatda var. Deməli, 8-də başlayır, 18-də tutarıq. Biz başlamaq vaxtlarını 8, 10, 12, 14. Sonra deyir ki, proqramların da adlarını verir burada. A, B, C, D, E. Deyir ki, D-dən dərhal sonra A-nın nümayişi olacaq. Yazıram burada. D-dən dərhal sonra A. Yəni, D ardınca A gəlir. D böyükdür, A yaza bilərəm. D-dən dərhal sonra A.
B-nin nümayişi C-dən dərhal sonra D-dən əvvəl başlayır. Deməli, onda B-nin nümayişi buradadır, D-dən dərhal əvvəl. Lakin C-dən dərhal sonra başlayır. C-dən dərhal sonra başlayırsa, C-də keçir bura. C-də bura keçir. E gün ərzində nümayiş olunan birinci proqram. Onda Y-də əmrişə keçir. So, bunları nəzərə alaraq proqramları düzgün saatda burada lazım bilmişdir. Deməli, düzgün ardıcılıq var. Düzgün E, S, B, D, A. Doğru cavab B var. Növbəti. Aha, gəlin 14-ün onda siz yazın. 14-də baxın, D və D avtobusları Y'dən əvvəl aynı çıxmayacaq, qaysı aparırsınız. A avtobusu D və F-dən sonra çıxmayacaq, Y avtobusu A-dan əvvəl C-dən sonra yola çıxacaq. Buna nəzər alaraq, indi siz bu qəbula düşən sual. Siz bir dənə nəzərə alın ki, Y-dən qabaq neçədən avtobus yola çıxacaq? Y həmin cavab olacaq. Bax, deməli, B və D avtobusları Y-dən əvvəl dayanacaqlar çıxmayacaq. Deməli, Y-dən sonra 2 dənə avtobus var. A avtobusu D və F-dən sonra çıxmayacaq. E avtobusu A-dan əvvəl. A da onda Y-dən sonra yola çıxacaq. D-dən sonra yola çıxacaq. Deməli, A-dan sonra görün nə qədər? Y-dən sonra nə qədər avtobus var? B, D, ondan sonra A. Oradan tapa biləcəksiniz. Müqayisə cavab çıxacaq. Yazanda daha yaxşıdır. Alın. Allah salam əleykum. Görək kimlər yazdı burada. Ağa yazdı, Mələkə yazdı, Mədinə yazdı, Aynur yazır, Gülşən yazır, Asimə yazır, Mələk yazır, Nəzrin yazır, B yazanlar. Bir dənə sualımıza baxaq. Deməli, gəlin baxın, burada müqayisəmizi aparaq düzgün şəkildə. Bunlar hamısı böyük kiçik işarəsidir. B və D avtobusları Y-dən əvvəl qaynacaqdan çıxmayacaq. B ilə D Y-dən əvvəl çıxmayacaq. Deməli, B-də Y-dən sonra çıxacaq. Y onda əvvəldə olur da, D də Y-dən sonra yola çıxacaqlar. Sonra A avtobusu D və F-dən sonra yola çıxmayacaq. A avtobusu D və F-dən sonra. Yəni, A D-dən əvvəl yola çıxır. A onda F-dən əvvəl yola çıxır. Ondan sonra deyir ki, istiqamətlərini hamısını eyni tərəf verir. Sonra çaşmaz. E-ni böyükdür B yazıram, E-ni böyükdür D yazıram. İkisini də böyük yazıram. Aha. Deməli, buranı silim. Y deməli B ilə D-dən əvvəl yola çıxacaq. A D-dən əvvəl, A F-dən əvvəl yola çıxacaq. E avtobusu A-dan əvvəl, C-dən sonra yola çıxacaq. Y avtobusu A-dan əvvəl, C-dən sonra yola çıxacaq. Aha. Deməli, Y A-dan əvvəl yola çıxırsa, Y avtomatik D-dən də əvvəl yola çıxır. Y avtomatik F-dən də əvvəl yola çıxır. Çünki hər ikisi D-dən sonra yola çıxırlar da.
Y burada bütün avtobuslardan əvvəl yola çıxır. A-dan da, D-dən də, F-dən də, B-dən də. Bir dənə C-dən sonra yola çıxırdı. Onda Y avtomobili 9-da yola çıxar. Cavab B. Məsələn, C-ni istəsək, cavab 8 olar. Ən tez C çıxır. O biriləri isə bəzilərini tapmaq mümkün deyil. Nəyə lazımdırsa onu sizdən soruşur. Şərti tam vermədiyi üçün bəzislərini tutmaq olur. Cədvəllə suallar başlayır 17-dən. 17 uzun olmağına baxın, asan sualdır, eləyəcək. Bax, bunlar çox düşür imtahana belə bir suallar. Burada mən cədvəl çəkib sizə göstərəcəm. 5 dənə qız verib burada. Mən qızların adlarını yazıram buradan. Biraz yerimiz azdır. İmtahanda da onsuz belə olur. Kağız heç olmur, təli başlayır. Deməli, burada yazıram qızların adlarını. B. Ondan sonra, deməli, B bəslidir, Y yetərdir, Q kifayətdir. Bir daha bu ikisinin adı eynidir. Biri Q ilə başlayır da, qız tamam yazıram, qız T yazıram. Bu da qız qayıt yazıram. Qız, Q. Biri qız tamamdır, biri qız qayıt. 5 dənə bacı. İndi bunların peşələrini də yazanda 5-in 5-ə vururam cədvəli. 5-in 5-ə vururam. 5-in 5-ə. Aha. İndi burada nə deyir? Peşələrin adları nədir? Müəllimə bu hərfi yazıram, həkim bu hərfi yazıram. Sonra dizayner D hərfi yazıram, iqtisadçı I hərfi yazıram və sosioloq S hərfi yazıram. Bu da sosioloq. İndi deyir ki, həkim olan bacı öz evində ad günü keçirir. Hələ ki, buradan heç nə ala bilmirik. Amma ikinci cümlədən tapmaq olur. Kifayət, qızqayıt və bəsli də orada. Yəni, o sizə ipucu verir ki, kifayət, bəsli və qızqayıt həkim deyirlər. Zaten onlar orada olacaqlar da, həkim orada olacaq. Həkim başqa harda olacaq? Deməli, deyir ki, həkim qonaqlığı eləyir. Bəsli, kifayət, qızqayıt da orada edirlər. Yəni, qonaqlıqda edirlər də, hal-hazırda orada. Deməli, bunlar heç biri həkim deyil. Sonra deyir ki, qızqayıt və bəsli dizayner olmasalar. Qızqayıtla bəsliyə, dizaynerə çıx qoyur. Burada çıx qoyuruq. Bacılarına kömək edirlər evi bəzəməkdə, yəni həkimə də. Müəllimi olan bacı yetərə zəng vurub bildirmişdi ki, dərsi gec bitdiyi üçün biraz gecikəcək. O zaman belə çıxır ki, yetər müəllimə deyil. Çünki müəllimə yetərə zəng edib deyir də gecikəcəm. Və müəllimə orada deyil də hal-hazırda. Başdan orada olan qızlar kimlər idi? Kifayət idi, qızqayıt idi, bəsli idi. Bunlar başdan oradaydı. Deməli, bunlar müəllimə deyildir. Müəllimə gecikib baxıb qonaqlığa. Kifayətə minus qoyuruq müəlliməyə, qızqayıta müəlliməyə minus qoyuruq, bəsliyə. Beləliklə, müəllimə bir nəfər qalır da boş yer. Qız tamam. Qız tamam onda müəllim. Və qız tamam müəllimətsə, bax, burada qız tamama həkimə çıx qoysaq, həkim ola bilir də, o zaman həkimə bir dənə yetər. Həm də ki, burada görsə orada da işarə edir, yetərə zəng. Ev sahibinə zəng edib deyərsən də, təsəvvür et ki, sənin kimsə qonaq çağırır, başqasına deyirsən ki, ev yiyəsinə deyərsən ki, mən gecikəcəm də üzr sahib, siz başlayın, mən gecikəcəm. O birinə, məsələn, bu niyə bəs deyirsən ki, bəs də axı ola bilər ki, orada deyil. Ev sahibi, harasa qonaq gedəndə birinci qonağa edirsən ki, hə, mən biraz gecikəcəm, ola bilər 10 dəqiqə, 15 dəqiqə yubanam. Deməli, yetər həkim, ev sahibi odur. Sonra bunu eşitdikdə qızqayıt iqtisadçı bacısına demişdi ki, yaxşı ki, müəllim olmamışım. Deməli, qızqayıt iqtisadçı bacısına, qızqayıt iqtisadçı deyil. Qızqayıtın görürsünüz qarşısı minus olan, mənfi oldu. Qızqayıt onda avtomatik sosiolog. İndi buraları çıxdaş eləsək, bəsliyə bir dənə iqtisadçı qalır boş yer. Bəsli iqtisadçıdır. Kifayət də onda iqtisadçı ola bilirsə, üçüncü gələn nə idi? Deməli, dizayner idi, bu D hərfi. Bütün qızların peşələrini tapdılar. İndi bizdən ardıcıl istəyir. Bəsli oldu iqtisadçı, cavab iqtisadçıdan başlayacaq. Sonra yetər həkim oldu, ikinci həkim. Kifayət oldu, deməli, dizayner oldu. Qız tamam müəllim oldu. Qızqayıt da ki, sosiolog. Bu da düzgün cavab olacaq burada. D variantı. İqtisadçı, həkim, baxın, iqtisadçı, həkim, ardıcıllar, dizayner, müəllimə və sosiolog. Düzgün cavab deyil. İndi 18-i özünüz yazın. Mən sizə istiqamət verib, 4-ün 4-ə çəkin cədvəli, 4 dənə dost, Aydın, Tofiq, Məsul, Sərdan. Şəhərlərin də adlarını yazın, çıxdaş yeri tapacaqsınız. Yəni bunu mənfi müsbətdən tapmaq olur. Mənfi müsbətdən. Çıxdaş yeri.
Tamam, bəli, bəli. Orada da danışmışam zaten. Ondan sonra ev tapşırıqlarını göndərmişəm. Müəllim, Ben yazarım özünü. Deməli, müəllim, məntiq oyunlarını necə izahlatacaqsınız? bəli, bir dənə qoy sizə məlumat verim. Bax, hansı dərslərin ki, məsələn, izahı belə deyim də, o mütləq birinci izahı olmalıdır. Mən onları saxladım. Niyə görə? Çünki onları mən gərək birinci sizə izahını atım, siz başa düşəsiniz, istifadə edəsiniz. O məntiq oyunlarıdır, fəza qurlardır. Bunlar sırf lövhədə izah tələb edir. Bunları yox, məntiq oyunları yenə çəkmək olar. Fəzanı mütləq gərək lövhədə çəkmişəm, bir də yükləmək lazım. Onları ataram sizə. Hazır olarsınız dərsə. Onsuz dərslərin saatlarını artırmışıq da. Baş dəfə 5 dəfə olacaq. Yəni narahat olmayın mövzu çatdırmaqdan. Əsas məsələ biz geri qalmayaq. Niyə görə? Çünki bu həftə yenə sınav. Gələn bazar yenə sınav olacaq. Ora düşəcək mətnlər, ondan sonra faizdir, yaşdır. Bu bəlkə də məntiqdə ən vacib mövzudur.
Bəlkə bizdən soruşursunuz, nədən çox düşür? Ən çox düşür mətnlər. Bəlkə bir yalan olmasın, 13-14 dənə mətn düşür. Gedənlər bilir də imtahana görürsünüz. Bunu deyirsiniz də siz Hə, elə. mətn təhlili. Hə, mən bunu 2 dərsə keçəcəm. Lazım olacaq bunu az-az hər dəfə verəcəm və 10-10, 20-20 işləyin çətinlərində. Çünki bu 100% çox düşür ha, dəhşət çox düşür. Axırda elə 6 dənə mətn düşür. Elə siz necə salın? Deyir aşağıdakı mətnləri həll edin. 40-42 suallar. Elə 3 dənə uzun mətn salır. İngilis dilində də düşür də mətn, görmüsünüz. Məntiqdə də çox salır. Yəni ona görə bəlkə də ən vacib mövzulardan biridir. Ən çox bir bu mövzudan düşür, bir də sözlərdən düşür. Bu iki mövzudan hardasa rahat 20-yə yaxın sual düşür. 7 dənə söz, 13 dənə də mətn. Qalandan operatordan bir dənə, fəzadan bir dənə, məntiq oyunu bir dənə, nə bilim qrafiklər bir dənə, qalan mövzulardan çox düşmür. Ardıcıllıq 1 maksimum 2 dənə. Amma bunları çox salırlar. Bu sırf məntiqin özünün mövzusudur da. Deməli cavablar burada gəlir. A variantı düzgün cavabdır. Mələk yazır, Mədinə, Səmubər, Fəridə, Rasimə, Aynur. Bəli. İndi keçək biraz da fərqlərə. Bunu mən izahını verim əvvəlcə. Birini də eləyərik bundan. Mən əsas ən yaxşı burada cədvəllə qurmaq. Bu cədvəllə bir də ki mətnləri, bir də bax uşaqlar ən çox mətnləri səhv yazırlar. Mən sizə təcrübəmdən deyirəm. Çünki mətnləri oxumurlar axıra kimi. Səbirləri çatmır. Operator falan elədir ki, baxan kimi tapdı. O vaxt aparır. Mətnlər biraz vaxt aparır. Amma yəni yazmaq olar da, fikirləşib yazmaq olar. Ən azından üsulla getsən, uzağı 2 dəqiqə yazmaq olar. Bura şəhərlərin adlarını yazıram, Şəki, baş hərflərini yazıram, Gəncə, Lənkəran, bir də Naxçıvan yazıram. İndi nə deyir? Rəsul nə Şəkiyə, nə də Naxçıvana getdi. Rəsula Şəki ilə Naxçıvana minus qoyuram. Ondan sonra deyir ki, deməli, Naxçıvana gedən dost Tofiq Aydına axırıncı dəfə bir həftə verir. Bu sizə işarə verir ki, nə Tofiq, nə də Aydın Naxçıvana gedir. Tofiqlə Aydına Naxçıvana minus qoyuram. İkisinə də minus qoyuram. Deməli, avtomatik Sərxan Naxçıvana gedir. Bir dənə Naxçıvana Sərxan qalır da. Aydın Lənkərana getməli olduğu məlumdursa, Aydın Lənkərana gedirsə, artıq o bir uşaqlar Lənkərana gedə bilməz. Deməli, Rəsula da bir dənə Gəncə qalır. Tofiqə də Şəki qalır. Bizdə nə Tofiq olmuşur? Çıxdaş eləməklə tapılır. Məsələn, bunu da eləyib, həmin sualdan da 4-4-ə 20 eləyib. Keçərik biraz fərqli. Ancaq bir-iki səni izah edirəm. Bunlar çoxdular testlər. Bunları siz mümkün deyil ki, hamısını bir də işləyəsiniz. Də 6-cı dənə. 100 dənə sual. 100-ə yaxın. Birdən 180 dənə sual. Yazım yox. Burada da təhlillə tapmaq olur, yenə cədvəl. Deməli, Mədinə xanım yazıb, Aynur yazıb, Mələk yazıb, Fəridə yazıb, Rasimə, Aysel. A variantı olsun. Gəlin müqayisəmizi aparaq burada. Deməli, cədvəlin neçə 4-4. Çünki Qəmbər, Tahir, Nazim, 4 nəfər dostlarında görüşər. Deməli, 4-ün 4-ə çəkirik burada. Burada adları yazıram. Qəmbər, Tahir, Nazim və Əli. Və 4 dənə şəhərə gedirlər. Yəni Qubaya, ondan sonra Göyçaya, Qazaxa və hara gediblər? Merkə. Qazax, Quba, bura Quba yazıram. Quba, bu da Qazax. Qubadır, böyük olan. Qubadır, Qazax. Üçüncü Qazaxdır. Və axırıncı deməli olan isə Lerikdir. Bura Lerikdir. İndi deyir ki, başdan Tahirlə Qubaya getməyibdir. Nə də deməli Qubanı çıxıram, nə də ki, Lerikə gedir. Sonra Nazim Qəmbərdən sağda, Lerikdə gələndən solda eləyir. Deməli, nə Nazim, nə də Qəmbər Lerikə gedir. Öz-özünü necə solundurdular? Nazim deyir ki, Qəmbərdən sağda, Nazim Qəmbərdən sağda. Lerikdə gələndən solda eləyir. Deməli, heç biri Lerikə gedir. Nə Qəmbər Lerikə gedir, nə də Nazim. Onda avtomatik Lerikə Əli, dənə Əli qalır. Qəmbər Göyçay şəhərinə gəlir. Qəmbər Göyçaya gedirsə,
Artıq Tahirə bir dənə qazan. Çünki qalanları çıxırır. Onda Nazimə də avtomatik Quba. Deməli, Nazim Qubaya gedir. Düzgün cavab Adır. İndi keçirik biraz da fərqli suallara. Məsələn, baxırıq, bunu özüm izah edirəm, təlim məsələsində. Deyir ki, bir məhəllənin uşaqları digər məhəllənin uşaqlarına dostluq edirlər. Yalnız öz aralarında dostluq edirlər. Yəni ki, elə bir məhəllədə bu məhəllənin o biri məhəllə dost deyil, ancaq öz aralarında. Mən də məhəllələri şərti olaraq A və B tərəfindən adlandırıram. Biri olsun A məhəlləsi, biri B. Habillə Elgin dostlar. Tutaq ki, bunları ataq A məhəlləsinə. Dostlarsa eyni məhəllədədirlər. Bunları atdıq A məhəlləsinə. Sonra deyir ki, Tahirin yalnız 2 dostu var. Tahirin hələ dəqiq yerini bilmirik. Özümdə qeyd edirəm ki, Tahirin 2 dostu var. Sonra deyir ki, Elgin Musa'dan dost deyil. Onda avtomatik Musa B məhəlləsinə gedir. Musa'dan dost deyilsə, Elgin Musa adı ola bilməz. Yavərlə Zakir dost deyil. Yazıram, Yavər fərqlidir Zakir. Yavər fərqlidir Zakir. Onda belə çıxır ki, Yavərlə Zakir dost deyil. Yavər Habilin dostudur. Yavəri atıram A məhəlləsinə. Yavəri atıram A məhəlləsinə. Onda Zakir avtomatik gedir B məhəlləsinə. Burada ola bilməzlər. Sahibin 3 dostu var. Aha. İndi buradan Tahirin yerini tapmaq olar. Tahir əgər A məhəlləsinə getsə 3 dənə dostu olur. Bizə deyir axı Tahirin yalnız 2 dostu var. Tahir onda B məhəlləsində, dostları Musanın Zakir. Sahibin də 3 dostu var, A məhəlləsinə gedir. 3 dənə dostu var da, Habil, Elgin, Yavər. İndi deyir, hansı səhvdir? Yavər Elgin dostudur. Bəli, Yavər Elgin A məhəlləsindədir. Bu doğrudur, bizdən səhv istəyir. Tahir Zakirin dostudur. Bəli, Tahir Zakir B-dədir. Musa sahibin dostu deyil. Bəli, Musa B-də sahib A'dadır. D. Zakir Elgin dostu deyil. Bəli, Zakir B-də Elgin A'dadır. Y-də deyir ki, sahib Habilin dostu deyil. Sahib Habil A məhəlləsində. Deməli, bu səhvdir. Baxırıq 27-yə. 27-ci sualda deyir ki, 5 dənə dostlar yarışır. Biz burada nömrəliyik. Birinci, 5-ci yerləri nömrəliyik. Bu birinci yer, bu ikinci yer, bu üçüncü yer, bu dördüncü yer, bu beşinci yer. İndi bizə şərtdə deyir ki, Elmirlə Qalib birinci yer. Bura yazıram Emir, bura yazıram Qalib. Dəmir. Elmirlə Dəmir birinci yerdəysə, onda bunların üstündən xətt çəkirəm. Ariflə Babək tək nömrəli yerləri tutuyorlar. Onda Ariflə Babək də birinci yer ola bilmir. Bir tək nömrəli yer. Ariflə Babək birinci yer ola bilmir. Həmçinin 3-5 də ola bilməzlər. 3-lə 5 tək nömrəli yerlərdə bunları tuta bilməzlər. Ariflə Babək onda biri ikinci yer tuturdu, biri də dördüncü yer tuturdu. Onda belə çıxır ki, birinci yerə kim qalır? Zahid da. Nə Arif olur, nə Babək, nə Elmir, nə Dəmir. Zahid birinci yer. Sonra deyir ki, Dəmir Babəkdən aşağı yer. Dəmir kiçikdir, Babək yazıram. Sonra Arif Zahidlə qonşu yerlər tuturlar. Onda Zahid birinci olursa, Arif ikinci olur. İndi Babək də onda dördüncü yer qalır da Babəkə. Babək 3 yerləri daxil, ya 2 idi, ya 4. Babək 3-5 ola bilmir də. Babək da 4-cü yerdir. Babək Dəmirdən yaxşı yer çıxırsa, Dəmir sonuncu yerdir. 3-cü yerə kim qalır onda? 3-cü yerə də qalır Elmir adı çəkilir. Deməli, Elmir o zaman 3-cü yer olacaq. Bizdən də 3-cü yeri soruşur, cavab yerdir. İndi buna uyğun sizə sual tapıb edeyim, sonra keçək fərqli olan suallar. Məsələn, 30-u da indi özünüz yazın, sərbəst, maraqlı sual. Sənan, Aynur, Ruslan, Elli və Kişən üzvü yarışına qatılır. Yenə müqayisə aparacaqsınız. Bunların çoxsu müqayisə edəcəksiniz. Finişə Aynurun ardınca Sənan, Tellidən əvvəl isə deməli Ruslan çatır. Müqayisənizi aparırsınız. Küşəndən sonra finişə çatan şəxs qadın deyil. Yəni ya Ruslandır, ya da Sənandır da olanlardan biridir. Finişə birinci çatan Aynur deyil. Oradan da ikincini tapacaqsınız. 1-dən 5-ə nömrəliyi alınacaq. Yəni, rahat təhlil aparın, çətin deyil. Məsələn, buraya yazaq 1, 2, 3, 4, 5. Buradan alınacaq. 1, 2, 3, 4, 5.
Bəli, bu tapşırığı biz edirik. Bəli, 30 verir. Deməli, oxuyuram yazanları. Gülşən yazıb, Sənubər, Rasimə, Fəridə, Ağabəy bəy yazıb, Fəridə C. Aha, gəlin baxaq görək hansı cavab olacaq. Deməli, nömrələyik burada. Gəlin nömrələyək burada yuxarıdakı kimi. Nömrələyək. Yuxarıdan nömrələyirəm təslim. Deməli, 5 dənə idmançıdır. Bunlar yarışan müxtəlif yerlər tutublarda. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci. Deyir ki, yarışın nəticələri finişə Aynurun ardıca Sənan. Deməli, Aynurdan sonra Sənan çıxdı. Aynurdan sonra Sənan çıxdı. Tellidən əvvəl Ruslan çıxdı. Tellidən əvvəl Ruslan çıxdı. Ruslan Tellidən qabaq çıxdı. Sonra deyir ki, şərtdən. Gülşəndən sonra finişə çatan qadın deyil. Gülşəndən sonra kim çatıbsa, o qadın deyil. Gülşəndən sonra da ancaq Ruslan çatır. Çünki Aynurdan qabaq Sənan var. Gülşəndən sonra Sənan gələ bilmirsə, Ruslan gəlir. Gülşəndən sonra Ruslan çatıbdır. Finişə birinci çatan Aynur deyil. Onda belə olur sıralama. Birinci yer Gülşən olur, Aynur Rüjəyə axıra gedir. Əvvələ gedə bilirsə, Gülşən, Rəsul, Telli, Tellidən sonra Aynur, Aynurdan sonra kim olacaq? Deməli, Aynurdan sonra olacaq Sənan. Deməli, gəlin baxaq, bir də yoxlayaq. Finişə Aynurun ardıca Sənan çatır, düz gəlir. Tellidən əvvəl Ruslan çatır, bəli, Ruslan buradadır. Gülşəndən sonra finişə çatan şəxs qadın deyil, onda Ruslan olur. Finişə birinci çatan Aynur deyilsə, Aynur da arxaya keçir. Düzgün cavab onda ikinci çatan Rəsul. Rəsul yoxsa burada Ruslan. Ruslan olacaq. Burada C variantı. Bəli, C yazmışsınızsa doğrudur. Davam eləyək. Bəli, Gülşən birinci oldu. İndi keçirik ardına baxırıq. 38-dir, 30 dedik. Keçirik növbəti mətin 35-i indi ətraflı izah verirəm. 35 də imtahandan düşən sual. 35-də bizə nə deyir burada? Bizə burada deməli maşınlar haqqında məlumat verir. Müxtəlif növdə maşınlar. Maşınlardan deməli 5 nəfər var burada, 6 nəfər var. Və deyir ki, bu maşınlardan 3-ü qara. Maşından deyir ki, 3 dənə qara rəngdə maşınımız var. Qaradan nə qədərdir? 3 dənə. Ondan sonra deyir ki, ağ maşın 2 dənədir. Ağa yazıram 2. Sonra deyir ki, göy rəngdə maşın. Göy rəngdə maşından bir dənədir. Göyə yazıram 1. Sonra deyir ki, deməli, Elvin əsəbinin avtomobilləri eyni rəngdədir. Elvin bərabər səbinə yazılır. Elvin əsəbindən avtomobili avtomatik olaraq göy ola bilər. Çünki göydən bir dənədir. Bunlarda ya ağ, ya da qara rəng. İkisindən biridir. Göydən bir dənədir. Bunlarda maşınlar eyni rəngdədir. Şahinlə Selcanda fərqlidir. Şahinlə Selcanda fərqli maşınlardır. Aha. Sonra deyir ki, Müsalənin maşını qara rəngdədir. Müsalə qara rəngdədirsə, artıq qara rəngli maşınlar nə qədər qalacaq? 2 dənə qalacaq. Çünki birini çıxdıqda qara. Biri var. İndi burada artıq bir şey alacaq. Deyir ki, Şahinlə Selcanda avtomobil fərqlidir. İndi Şahinlə Selcanda biri mütləq göy rəngdə olacaq. Niyə görə? Çünki tutaq ki, bunlardan biri, hər hansı biri, məsələn, ağ rəngi götürsəydi, biri qara rəngi götürsəydi, artıq ağla qaradan bir dənə olacaq da. Biri ağ, biri qara götürsə, hərəsindən biri. Hərəsindən bir rəng qalır, Elvinlə də Səbinəyə eyni rəngdə maşın qalır. Ağdan da bir dənə qalır, qaradan. Onlardan biri mütləq göy götürməlidir. Tutaq ki, Şahin ağı götürsə, Selcan göy götürsə, Elvinlə Səbinəyə qara rəng. Yəni, göy rəngli maşın konkret olaraq ya Şahinindir, ya Selcan. O biri heç kimin ola bilməz. İkisindən birinin. İndi görək burada səhvləri istəyirimizdə. Deyir ki, aşağıdakılardan hansı mütləq səhv? Elvin avtomobili qara ola bilər. Elvində qara nömrələr, ağ nömrələrdə Elvinin maşınla Səbinə başdan demişdik ki, ya qaradır, ya ağdır. Bu səhv deyil. Şahin avtomobili qaradır. Yəni, Şahin qara, Selcan göy ola bilər. Problem yoxdur burada. Selcan avtomobili göydür. Bu həqiqətən daha yaxındır. İkisindən biri göydən. Bizdən səhv istəyir.
D-də deyir ki, İlyasın avtomobili göy. Dediyim kimi göy rəngli avtomobil ya Şahinindi, ya Sezgin. Tutaq ki, məsələn, İlyasda göy rəngli avtomobil olsa, bu səhv fikirdir də. Göy artıq qurtaracaq. Onda Şahinlə Sezgin biri ağ olacaq, biri qara, müxtəlif rəngli olmalıdır. Hərəsindən bir rəng qalacaq. Ağ maşınında bir dənə qalacaq, qaranlıq. Onda Elvin Nəsəbniyə düzgün gəlmədə şəhər. Onda səhv kimi qəbul. Gəldik növbəti 36-ya. Aşağıdakılardan hansı doğru ola bilər? Şərtlər yuxarıdadır. Səbinənin avtomobili göydür. Səbinə ya ağ olmalıdır, ya demişik də bu səhvdir. Bizdən doğrunu istəyir. Ola bilər deyir. Elvinlə İlyasın avtomobilləri eyni. İlyas bunlara qoşula bilməz. İlyas bunlara qoşulsa, onda Elvin, İlyas səbinədə gərək eyni olsun. O zaman axı bizdə də hərəsindən 2 dənə qalıb, ağdan da 2 dənə qalıb, qaradan. Bunlar da eyni rəng ola bilməzlər. Elvinlə ümumiyyətlə səbinəyə heç kim qoşula bilməz. C-də deyir ki, yenə Şahin bunlara qoşula bilməz. Elvinlə səbinə avtomobili nə rəngdirsə, qalan heç kim o rəng ola bilməz. Elvinin avtomobili göydür. Bu əksinə səhv fikirdir. Göy rəng ola bilməzlər, ya ağ, qaradır. Selcanla İlyasın avtomobilləri eyni. Ola bilər. Necə olar bu? Selcan tutaq ki, qara rəngi götürdü. İlyas da qara rəngi götürdü. Artıq bu zaman nə baş verəcək? Şahin mütləq göy rəngi götürəcək. Şahinlə Selcan fərqli olmalıdır. Ağ maşınlarda Elvinlə səbinə edəcək. Yəni, bu demirəm mütləq doğrudur. Sadəcə ola bilər. Ehtimaldır. Bu ola bilər. Bunun doğruluq ehtimalı var. Bu birləri yox. Və nəhayət bunun 37-sinə baxır. 3 dənə suala əhatə edən müddətində. İndi baxırıq 37-yə. Deyir ki, Şahin avtomobili qara isə. Bax, bu əlavə bir şərtdir. Birdən elə bilərsiniz ki, bu şərt o birlərə də aiddir. Xeyr. Bu əlavə bir şərtdir. Burada artıq bu şərtə əsasən hamısının maşının rəngini tapmaq olur. Deyir ki, Şahin qaradır. Şahin qara rəngdədirsə, Şahinlə Selcan fərqli rəngdə olmalıydı. Biz də demişdik ki, ikisindən biri mütləq göy rəngdə olacaq. Selcana göy rəngdə avtomobil qalır orada. Elvinlə də Səbinənin avtomobilinin rəngi eynidir də. Bunlardakı ancaq ağ rəng qalır. Düzdürmü? İlyasa nə rəng qalacaq onda? İlyasa da qalacaq o zaman qara rəng qalacaq da. Ağ tutardı, göydən bir dənə tutarıb, qaradan tutarıb. Deyir, hansı mütləq səhvdir? Elə A variantı səhvdir. Deyir, İlyasın avtomobili ağdır. Xeyr, İlyasda qara rəngdir, səhvdir. D-də, B-də deyir, Selcan avtomobili göydür, doğru fikirdir. C-də deyir ki, Elvinin avtomobili ağdır, bu da düz fikirdir. D-də deyir ki, Səbinə ilə İlyasın avtomobilləri fərqli rəngdədir. Səbinədə ağ, İlyasda isə qara rəngdir, bu da doğru fikirdir. Y-də deyir, Şahinlə İlyas eyni rəngdədir. Bəli, hər ikisinə qara rəngdir. İndi keçirik biraz da ikinci hissənin sualları. İkinci hissənin əvvəlləri qohumluq əlaqələri üçün bunları demirəm, birdən görəcək. Burada başlayıram 5-ci sualda. Çünki əvvəlləri eynidir, onları yaza bilərsiniz. Qohumluq əlaqələridir. Elə çətin deyil qohumluq əlaqələri. 5-dən başlayırıq. 5 artıq bu cədvəllə həll olunması sualdır. Çünki bax, burada sürücü, nə bilim, həkim, mühəndis, polis və s. bu kimi peşələr verəndə, adlar verəndə, bunu həmişə cədvəllə eləmək daha asandır. Bunu cədvəllə eləmək asandır. Bax, burada 5 dənə oğlan var. Pəna, ondan sonra Məlik, sonra Kənan, Qalib. 4 dənə və 4 dənə onda peşə olacaq. Sürücü, mühəndis, həkim. Bura H yazıram, həkim. Bura yazıram M, mühəndis. Bura yazıram, deməli, S, sürücü. Bir də B yazıram, bənd. Aydındır. Yaşları ayrıca. Çünki yaşları da yazsam, onda cədvəldə də yer olmayacaq. Həm də ailəm deyil. Başdan deyir ki, yaşca ən kiçik olan ya həkim, ya da bənnadır. Yəni, bu 30 yaş ən az 30 deməkdir. Həkimlə bənnadır. Amma dəqiq bilmir, ya hansının. Ya həkim yaşı 30, ya da bənnadır. Sonra deyir ki, qalib sürücü olmayan Kənandır. Deməli, Kənan sürücü deyil. Qalib sürücü olmayan Kənandan kiçik. Yazıram, qalib Sənandan kiçikdir. Lakin Pənahdan böyük, həkim olmayan. Pənaha həkimə üç qoyur. Pənahdan böyükdür. Ondan sonra deyir ki, yaşca ən kiçik olan Pənah deyil. Deməli, Pənahdan da kiçik kim var? Pənahdan da kiçik qalır burada Məlik. Məlik yaşca ən olacaq.
Buradan oğlanların hamısının yaşını tapmaq olur. Yəni Sənan burada deməli Sənan yox, Kənan. Kənan burada deməli ən böyük olur. Ən böyük odur da. Kənanın onda var 33 yaşı. Üstünə 33 yazıram. Sonra Qalibin var 32 yaşı. Məlikin var. Ən balaca Məlikdir. 30 yaşı, Pənahın 31 yaşı var. Uşaqların, oğlanların yaşları Pənahın 31 yaşı var. Sonra deyir ki, deməli, yaşca ən kiçik olan Pənah deyil. Onu dedik, Pənahın 31 yaşı var. Qalib Bənnadır. Qalibə Bənnaya tutuşdur. Qalib indi Bənnadırsa və Qalibin də yaşı ən balaca deyil. Biz də başda demişdik ki, ən balaca yaş ya həkimdədir, ya Bənnadır. Qalibin 31 yaşı var. Deməli, Qalib Bənnadırsa, artıq 30 yaş Bənnaya düşür də həkimə düşür. Biz də 30 yaş Məlikə düşür. Beləliklə, Məlik həkim olacaq. Məlikə həkimə buluşur. Artıq buraları minuslasaq, Kənana qalır orada mühəndis. Buraları minuslasaq, Pənaha qalır sürücü. Bizdən deyir ki, Pənahın yaşını və peşəsini tapın. Pənahın yaşı sürücü oldu, S hərfi sürücüydür və yaşını da tapmışıq. Başında yazmışıq 31. Düzgün cavab B variantı. Bu şəkildə tapmış olduk. İndi 7-ci sualda sizlər yazın, maraqlı sualdır. Burada cədvəli necə quracaksınız? 4-ün 4-ünə ölkələri ayrıca yazın. Siz peşələri çalışın. Ölkələr sizə. Ölkələrlə tapmaq olur da. Çalışın peşələri yazın. 4 dənə oğlan, Tahir, Kəmal. Bəlkə çalışın cədvəldə peşənin adını yazın. Əsas onları. O Gürcüstan. Çünki cədvəli 4-ün 8-ə çıxmaq olar. Həm burada yer olmayacaq, həm də imtahanda da yer olmayacaq. Gərək o əlavə şərtləri də artıq yazasan ki, çox da cədvəlin qarmaqarışıq olmasın. Yaza bilməsəz nə? Deməli, burada da bir məsələ var ki, burada 2 nəfər Rusiyaya gedir. 2 nəfər də iqtisadçıdır. Əslində qeydləri də aparıb tapmaq olar. Akifin deyir peşəsini və hansı şəhərə gedəcəyini. Orada deyir ki, Akif Qədir Vəkil deyil. Oradan aydındır da Akif Vəkil deyil, onu çıxmaq olar. Ondan sonra deməli, orada deyir ki, Qədir Kamal Gürcüstana gedəcək, Akif onda Gürcüstana gedə bilməz. Beləncə də tapmaq olar. Sonra deyir ki, deməli, Rusiyaya gedən iqtisadçı deyil. Qədir Rusiyaya getməyəcək. Onda deməli, Qədirin getdiyi ölkəni tapmaq olur. Nə Gürcüstana gedə bilər, nə Rusiyaya. Akifə də bilərəm ki.
Cavablar gəlir burada. Rasimə yazıb. Hələ ki Mələkə yazıb. 2 nəfər yazıbdı. Olsun. Bir baxaq belə. Deməli, gəlin baxaq əvvəlimizə. Qeydlərlə də yazmaq olar. Bax, dediyim kimi. Məsələn, deyir ki, Akiflə Qədir vəkil deyirlər. Bizdən baxırıq, Akifin peşəsini istəyir. Akifi çıxmaq olar buradan. Akif deməli, D variantını çıxırıq, vəkil deyir də. Sonra deyir ki, burada belə bir şərtdə var. Şərtdə deyir ki, Qədir Rusiyaya getməyəcək. Rusiyada 2 nəfər gedir də burada. Qədir Rusiyaya getməyəcək. Kamal Gürcüstana gedəcəksə, onda Akif Gürcüstana gedə bilməz. Bunu da çıxırıq. Və Qədir nə Rusiyaya gedəcək, nə də Gürcüstana. Onda Qədir avtomatik Türkiyəyə gedir. Qədir Türkiyəyə gedir. Qədir Türkiyəyə gedirsə, avtomatik Akif Türkiyəyə də gedə bilməz. Akif hansı ölkəyə gedəcək yalnız? Akif gedəcək Rusiyaya, peşəsi də olacaq mühəndis. Akif Rusiyaya gedirsə, iqtisadçı da ola bilmir. Çünki iqtisadçı Rusiyaya getmir, ona görə. Və Akif mühəndis olur. Müəllim, çox üzr istəyirəm. Necə tapdınız ki, mühəndissiniz? Aha, intizar edin. Aha, bir də izah edirəm, başlayın. Ben buranı sileyim. Bax, deyək ki, axırda bizdən kim istəyir? Akif istəyirsə, mən də Akifin məlumatlarını götürürəm. Akifin məlumatlarını götürürəm. Bizdən axırda Akif istəyir. Akif istəyirsə, indi baxın. Bax, burada şərtdə deyir ki, Akiflə Qədir vəkil deyil. Akif onda vəkil ola bilməz, D variantını çıxırır. Özü deyir də vəkil deyil. Sonra burada şəhərlər, ölkələr deyir, Kamal Gürcüstana gedəcək. Kamal Gürcüstana gedir. Kamal Gürcüstana gedir. Akif də deməli burada deyir ki, Qədir Rusiyaya getməyəcək. Qədir Rusiyaya gedə bilmirsə, Qədir avtomatik Türkiyəyə gedəcək. Çünki 2 nəfər Rusiyaya gedir. Də şərtlər. Qədir nə Rusiyaya gedə bilir, Kamal Gürcüstana gedirsə, o Gürcüstana gedə bilməz. Qədirə Türkiyə qalır. Qədirə Türkiyə qalırsa, Akif burada Türkiyəyə gedə bilməz. A variantında çıxırıq. Akifə bir dənə qalır, Gürcüstana da gedə bilməz. Də Gürcüstana Kamal gedir. Akifə bir dənə qalır Rusiya. Akif Rusiyaya gedəcək. Akif Rusiyaya gedirsə, avtomatik peşəsi iqtisadçı deyil. Çünki deyir ki, Rusiyaya gedən iqtisadçı deyil. Akif iqtisadçı da ola bilməz. Akifə nə qalır bunda? Həm də Rusiyaya bir dənə cavab qalır da mühəndis qalır. Düzgün cavab verin. Həm də Akif nə vəkildir, nə də iqtisadçı deyil. Akifə bir dənə qalır mühəndis. Orada şərtdə deyir ki, Rusiyaya gedən iqtisadçı deyil.
Sonra burada var maraqlı bir oyun var. Məntiqlə bağlı. İkinci hissədə. Bax, belə bir məsələ var. İnkarla bağlı məsələ var. İndi baxırıq bura. Deyir ki, 4 dənə dost başdan istirahətə gedirlər yaydan. Bundan Aqil adlı 3 dost. Aqil Vüsal adlı 3 dost 29-a baxır. İstirahətə gedirlər. Sonra şərtdə demir. Deyir ki, şəhərlərin adlarını belədir. Biri Parisə gedir, biri Romaya, biri Barselonaya gedir. Sonra deyir ki, deməli, Nurlan deyir ki, mən yayda Romaya getmişəm. Aqil deyir ki, mən Romaya getməmişəm. Vüsal deyir ki, mən Barselonaya getməmişəm. Sonda məlum olur ki, bu dostlardan deməli neçəsi deyir. Sonda bizə məlum olur ki, bu dostlardan ikisi yalan, birisi həqiqəti deyibdir. Kimin hansı şəhərə getdiyini tapın. Bax, bu tip suallarda həmişə yadda saxlayın ki, deməli, bir dənə şəhərin adını çəkən, fərqli şəhərin adını çəkən həmişə düz danışır. Yəni, burada düz danışan Vüsal olacaq. Çünki niyə görə? Baxın, deməli, Vüsal Barselona deyir və Romanın adını çəkir. Nurlanla Aqil Romanın adını çəkibdir. Onda Vüsal düz danışır. Əks təqdirdə çünki Vüsal ödəməyəcək. Əks təqdirdə olanda alın Vüsal. Deməli, Aqil deyir ki, mən Barselona getməmişəm, bu doğru fikirdir. Aqil onda ya Romaya gedəcək, ya da Parisə gedəcək. İkisindən biridir. Nurlan deyir ki, mən yayda Romaya getmişəm. Nurlan yalan danışır da Romaya gedər. Ya Parisə gedir, ya da Barselonaya gedir. İkisindən birinə gedir. Sonra Aqil deyir ki, mən Romaya getməmişəm. Aqil yalan danışır. Yalandan deyir ki, Romaya getməmişəm. Aqil elə onda Romaya gedir. Elə bil ki, iki inkar təsdiq verir. Və yalandan deyir ki, mən Romaya getməmişəm. Halbuki o Romaya gedir. Yalan danışır da. Getməmişəm deyir, amma fikri yalan. Deməli, Aqil Romaya gedirsə, Vüsal avtomatik Parisə gedir. Nurlan da Barselonaya gedir. Parisə gedir. Düzgün cavab D variantı. Nurlan Barselona, Aqil Roma, Vüsal Paris. İndi bax, məsələn, bax ki, biz bunun əksini fikirləşsəydik, onda alınmayacaqdı məsələ. Bax ki, mən bunun əksini fikirləşirəm. Elə təsəvvür edirəm ki, Nurlan düz danışır. 2 nəfərdən biri düz danışırdı, 2 nəfər yalan danışır. Nurlan deyir ki, mən Romaya getmişəm. Elə təsəvvür edir ki, Nurlan düz danışır. Aqil deyir ki, mən Romaya getməmişəm. Yalan danışır, onda elə Romaya gedir. 2 nəfər Romaya gedir. Bu şərtə ziddir. Ondan sonra deyir ki, Vüsal, mən Barselonaya getməmişəm. Vüsal, deməli, yalan danışır. Deyir ki, mən Barselonaya getməmişəm. Onda bu da Barselonaya gedir ki, düzgün olmadı. 2 nəfər Romaya, 1 nəfər də Barselonaya gedəndə burada deməli, düzgün danışma olur. Ondan sonra, məsələn, indi gəlin biz digər tərəfdən yenə əksini fikirləşək. Elə təsəvvür edək ki, Aqil danışır. Aqil deyir ki, mən Romaya getməmişəm. Aha. Nurlanla onda Vüsal danışır. Aqil deyir, mən Romaya getməmişəm. Onda Aqil deməli, ya Parisə gedir, ya da hara gedir? Barselonaya gedir. İkisindən birinə gedir. İndi Nurlan deyir ki, mən yayda Romaya getmişəm. Nurlan yalan danışır. Nurlan deyir ki, Romaya getmişəm, Romaya gedə bilməz. Onda o da Parisə ya Barselonaya gedir. Vüsal deyir, mən Barselonaya getməmişəm. Yalan deyirsə Barselonaya gedir. Onda bunlar da ki, ikisi Parisə gedir. Bu bir şəhərə heç kim getmir. Bu da şəhərdə hər şəhərə bir nəfər. Deməli, burada həmişə fərqli danışıqlar lazımdır. 2 nəfər Romanın adını çəkir, 1 nəfər Barselonanın adını çəkir. Yəni, Vüsal düzgün danışmış olur. Sonra burada işarət oyunları var. Sizə izah edeyim. Axırlarda da 2-ci sənətdə. Məsələn, başlayır bu 39-dan, 41-dən. 5 dənə işarət barmağı verib, bu məntiqi deyəcəm sizə. Orada ətrafını verib, sizə belə də qısa deyəcəm, biləcəksiniz. Burada elə bil ki, 5 dənə oyuncu olur. Bu oyuncu 4 dənə oyuncu var. Oyuncular oyunu təklif edirlər. Yəni, məsələn, oyunu 1 nömrəli oyuncu da təklif edə bilər, 2 də təklif edə bilər, 3 də, 4 də. Məsələn, 1 nömrəli oyuncudan oyunu kim təklif elədir soruşanda, o, görürsünüz, barmağınla sağ tərəfi göstərir. Fikir verin. Yəni, 1 nömrəli oyuncu kimləri işarə edir? 1 nömrəli oyuncu 2-ni, 3-ü və 4 nömrəli oyuncunu işarə edir. Deyir ki, məsələn, oyunu ya 2, ya 3, ya da 4 nömrəli oyuncu təqdim edir. Məsələn, 2 nömrəli oyuncu kimi göstərir. 2 nömrəli oyuncu burada göstərir. Deyir ki, mənəm. İşarət barmağı aşağı vurmaq mən deməkdir. Bundan soruşanda deyir ki, mənəm. Təqdim edirəm.
Şəhadət barmağı yuxarı olan isə deyir ki, oyunu təqdim edən mən deyil. Bax, şəhadət barmağı yuxarı olan deyir ki, oyunu təqdim edən mən deyiləm. Deməli, şəhadət barmağı aşağı olan yenə deyirəm, deyir ki, oyunu təqdim edən mənəm, şəhadət barmağı yuxarı olan mən deyiləm. O birilərini işarələrlə görmüyor. İndi biz təsəvvür edək ki, oyunu bir nömrəli oyuncu təqdim edir. Görək burada kim düz danışacaq. Bura 1 yazıram, bura 2 yazıram, bura 3, bura da 4 yazıram. Oyunu bir nömrəli oyuncu təqdim edəndə, deməli, özü səhv danışır. Deyir ki, mən deyil. Ondan sonra 2 nömrəli oyuncu düz danışır. Çünki, yox, 2 nömrəli oyuncu da deyir ki, mənəm. Bu da səhv danışır. 2 nömrəli oyuncu da səhv danışır. Ondan sonra, əgər oyunu, deməli, 3 nömrəli oyuncu biri göstərir də düz danışır. 4 nömrəli oyuncu deyir, mən deyiləm, o da düz danışır. Yəni, 1 nömrəli oyuncu oyunu təklif edəndə, beləliklə, neçə nəfər düz danışır? 2 nəfər düz danışır, 2 nəfər yalan danışır. Özü yalan danışır, sağı göstərir, özündən solu göstərir. 2 deyir, mənəm, səhv danışır, amma o tərəfi göstərir. Görsünüz, buranı göstərir. Ondan sonra 4-dəki deyir, mən deyiləm, düz danışır. 2 nömrəli oyuncu oyunu təqdim edəndə deyir ki, 1 nömrəli oyuncu bu tərəfi göstərir də düz danışır. Ondan sonra 2 nömrəli oyuncu deyir mənəm, özü də düz danışır. 3 nömrəli oyuncu bu tərəfi göstərir, yenə düz danışır. 4 nömrəli oyuncu deyir, mən deyiləm, düz danışır. 3 nömrəli oyuncu oyunu təqdim edəndə 1 nömrəli oyuncu həmin istiqaməti göstərir, düz danışır. 2 deyir mənəm, halbuki oyunu 3 nömrəli oyuncu təqdim edir, yalan danışır. 3 özü yalan danışır, çünki bu tərəfi göstərir. 4 deyir ki, mən deyiləm, düz danışır. Və nəhayət 4 nömrəli oyuncu təqdim edəndə oyunu. Deməli, 1 özü düz danışır, 4 tərəfi göstərir. 2 deyir mənəm, səhv danışır. 3 əks tərəfi göstərir, səhv danışır. Və 4 nömrəli oyuncu deyir, mən deyiləm. Özü özünü inkar edir, halbuki oyunu özü təqdim edir. Beləliklə, özü də səhv danışır. İndi gəlin, görək burada nə deyir. 41-ci sualda bizə deyir ki, şagirdlərdən hamısı doğru məlumat veribsə, vəziyyəti göstərən oyuncu kim ola bilər? Hamısı düz 2 nömrəli oyuncuda, görürsünüz 4 dənə plus var da. Çünki hamısı 2-ni təsdiqləyib, 1 də təsdiqləyib, özü də təsdiqləyib, 3-də 4. Deməli, burada cavab 2-dir. Yalan məlumat verənlərin sayı doğrudan azdırsa, yalan doğrudan az yenə 2 nömrəli oyuncudadır. Çünki o birilərində bərabərdir. Məsələn, 1 nömrəli oyuncuda fikir verin, 2 dənə yalan, 2 dənə doğru var. 3 nömrəli oyuncuda 2 doğru, 2 yalan var, 4-də deyil. Bunlar bərabərdir. Yenə də burada cavab 2 nömrəli oyuncu olur. Düzgün cavab 2-dir. Ondan sonra baxırıq nəhayət sonuncuya. Görək burada nə deyir? Deyir ki, 43-də doğru və yalan məlumat verənlərin sayı eynidirsə, doğru ilə yalan eyni kimdə oldu? 1 nömrəli oyuncuda oldu. 2 nəfər doğru danışdı, 2 nəfər yalan. 3 nömrəli oyuncuda oldu. 3 nömrəli oyuncuda oldu. Bir də deməli, 4 nömrəli oyuncuda əslində 1 nəfər düz danışır. 4 nömrədə bir dənə bir düz danışır. 2 yalan danışır, 2 deyir mənəm. 2 düz danışmıyor, bax, deyir mənəm. Buranı minusluyuruq. Dəqiqə. Buranı minusluyuruq. 2 yalan danışırdı. Deməli, 2 nəfər onda oyunu təqdim edəndə 1 ilə 3 nömrəli oyuncu oyunu təqdim edir, 2 doğru, 2 yalan. 1-3-dür. Sonra deyir, neçə nömrəli şagirdin doğru məlumat vermək ehtimalı çoxdur. İndi yuxarıdan aşağı baxırsınız. Görək kimdə soldan sağa doğru başlayırsınız. Kim daha çox danışırdı? Baxın, deməli, burada düzgün danışanlar. Məsələn, 4-cü cərgəyə baxın, 4-cü bu belə baxırsınız da. 4 nömrəli oyuncu 3 dəfə düz danışırdı. Çünki 4 həmişə deyir, axı mən deyiləm. Biri 4-dür, bir dənə özü oyunu təqdim edən səhv danışır da. Biri də 1 nömrəli oyuncu düz danışır, daha çox. Çünki birin sağında 3 nəfər var. 1 ilə 4, 3 dəfə doğru danışırlar. Deməli, düzgün cavab 1-4. Yəni, olacaq, 1-4 doğru cavabdır. Çok sağ olun. Bence şunu bilmeyi var.
Bəli. Bir daha Fransız. Oldu. Sağ ol. Aferin. Sağ ol. Gecəniz xeyir. Bəli, düzgün cavabımız olacaq 1-4 doğru cavab. 45-ə baxırıq. 45-ci sualı indi özünüz tapın görək. Asaddılar əslində. Yəni belə də şifahi deyirsiniz. Bax, 45-də deyir ki, 2 nömrəli oyunçu yalan məlumat verirsə, oyunu kim təklif edəcək? 2 yalnız bir dəfə yalan danışır. Yəni oradan tapacaqsınız. Qalan həmişə düz danışır. 45 ilə tapacaqsınız abi. 45-i yazın xafiyyədir. Elə 45-i şifahi tapa bilərsiniz. 2 həmişə deyir ki, mən deyil. Həmişə özündən həmişə imtina edir. Yalnız bir dəfə düz danışır o. Hansı halda düz danışır? Bir dəfə yalnız səhv danışır. Həmişə deyir mən deyiləm, amma bir dəfə səhv danışır. Həmin səhv danışanda bəli, həmin səhv danışmada deyir ki, yalan məlumat verəndə görək kim olacaq? Aha, yazın cavabları. Bəli, burada cavab B variantı olacaq. Bəli, şənbə günü. Deməli, cavablar gəlir burada. Bəli, B variantı doğrudur. Bəli, bu oyunçu yalnız bir dəfə səhv danışa bilər də. O da özü elə oyunu təqdim edir. 2 nömrəli oyunçu. Yəni özü oyunu təqdim edir, səhv danışacaq. Burada bir dənə yeni oyuncu da var, neytral. Smallik neytraldır, ona haqqında da məlumat verin, bu danışmır. Bu oyunu təqdim edə bilər, amma danışmır. Heç vaxt danışmır. Sonra indi baxırıq 46-ya. Deyir, doğru məlumat verənlər yalanların sayı eyni olarsa, oyunun neçə nömrəli oyuncu təqdim edir. Doğru yalandan çox. Görün indi neçə nömrəli oyuncunu daha çox adam təsdiqləyibdir. Doğru yalandan çox. Görün neçə nömrəli oyuncuda doğrular yalandan çox. O özünün verdiyi doğru məlumatları demir ama İmenli həmin oyuncu oyunu təqdim edəndə daha çox təsdiqləyibdir. Deyiblər, ha budur. Neçə nömrəli oyuncu da görün o cavabçıdır. Özünün verdiyi məlumatları demir. Demir ama hansı oyuncu daha çox doğru danışır. Sualın qoyuluşu başına.
Müəllim, burada bir dənə sual verirəm. Güzel. Əgər Evet. İyi. əgər 5-ci barmağı faktorları isə, bu faktorları ondan başqa O yalan danışır. Onu həmişə o yalan danışır. Deməli, burada neçə nömrəli oyuncu oldu? Çətin deyil axı. Asandır. A variantı yazanlar var. Düşənmərək, bəli. Asan bir şeydir. Baxın, burada deyir ki, doğru məlumat, yalan məlumat, doğru məlumat verənlərin sayı yalandan çox olanda bu bir nömrəli oyuncu olur da. Niyə görə? Bax, bir nömrəli oyuncu oyunu təqdim edəndə özü düz danışır. Özü deyir ki, mənəm də. 2 deyir, mən deyiləm. Bu da düz danışır. 3 də düz danışır. 3 nəfər düz danışır. Bir dənə yalan danışan 5 nömrəli oyuncudur. 3 nəfər bir nömrəli oyuncunu təsdiqləyir. Oyunu 1 təqdim edib, deyir mənəm, bəli, 1-dir də. 2 deyir ki, mən deyiləm, bəli, o deyil də. 3 də o tərəfi göstərir. İndi gəlin baxaq 47-yə. Deyir ki, vəziyyəti göstərən şəklə əsasən aşağıdakı fikirlərdən hansılar doğrudur? 5 nömrəli oyuncu doğru məlumat verir. 5 doğru məlumat vermir. Bax, 5 hər dəfə özündən sağı göstərir də, orada da yox. Deməli, bu fikir səhvdir. 5 nömrəli oyuncu heç vaxt düz cavab verməyib, biri çıxırıq. Şəkildə 4-cü oyuncu oyunu təqdim edən ola bilməz. Niyə olmasın ki, neytraldır, danışmır, amma oyunu təqdim edə bilər. Bu da səhvdir. Yalan və doğru məlumatların sayı eyni ola bilməz. Bəli, bu doğru fikir. Baxın, göstərim burada sizə. Yalanla doğru bərabər ola bilməz. Çünki bir nömrəli oyuncu oyunu təqdim edəndə 3 nəfər düz danışır. Bir nömrəli oyuncu oyunu təqdim edəndə kimlər düz danışır? Özü düz danışır, 2 düz danışır, bir də 1 nəfər səhv danışır. 2 nömrəli oyuncu təqdim edəndə oyunu. 1 deyir ki, mənəm, səhv danışır. 2 deyir, mən deyiləm. O da səhv danışır, halbuki oyunu özü təqdim edir. Bir dənə 3 düz danışır. 5 də bu tərəfi göstərir, səhv danışır. 3 nömrəli oyuncu oyunu təqdim edəndə 1 deyir, mənəm, səhvdir. 2 deyir, mən deyiləm, düzdür. 3 özündən bu tərəfi göstərir, səhvdir. Özü olub da oyunu 5 də səhvdir. 4 nömrəli oyuncu oyunu təqdim edəndə 1 düzdür, 2 yox, 1 səhvdir, deyir mənəm, 2 düzdür, 3 öz bu tərəfi göstərir, əksinə 5 də səhv danışır. 5 nömrəli oyuncu oyunu təqdim edəndə 1 səhv danışır, bir dənə 2 düz danışır. Qalanlar səhv danışır. Özü də o tərəfi göstərir də. Həmişə deməli doğru yalandan çox olur, ya da ki, yalan doğrudan çox olur da, bərabər olurlar. 2-nin 2-yə olmayıblar. Biri 3 doğrudur. Bütün oyuncular doğru məlumat verə bilər. 5 həmişə səhv danışıb. Bu səhvdir. Bir də cavab 5 olacaq. Deyir ki, 3 nömrəli oyuncunun yalan məlumat vermə ehtimalı doğrudan çoxdur. Bəli. Çünki 2 dəfə doğru danışıbdı, 3 dəfə yalan danışıb. 1 nömrəli və 2 nömrəli oyuncu oyunu təqdim edəndə 3 düz danışıb. Özü, B4 və 5 nömrəli oyuncu oyunu təqdim edəndə səhv danışıb. Yəni 2 dəfə doğru danışıb, 3 dəfə səhv danışıb. Səhv danışmaq ehtimalı daha çox. Ondan sonra 48-i də izah edeyim, yekunlaşdıraq ondan sonra dərsi. İzahları da göndərəcəm. Və videosunda indi qayda almışam. Evə gedim, yüklənsin, atacaq. Burada 2 dənə smaylik var, hər ikisi neytraldır. Bunlar danışmırlar. İkisi də susublar. İndi özüm izah edeyim. 2 nömrəli oyuncu deyir, mənəm, mən deyiləm. 3 özündən barmaqla göstərir istiqaməti. Bax, məsələn, 3 nömrəli oyuncu deyir ki, oyunu təqdim edən 4, 5, 6. 2 nömrəli oyuncu deyir ki, mən deyiləm. 4 nömrəli oyuncu deyir ki, oyunu təqdim edən 3 ilə 2-dir. 5 nömrə deyir mənəm. 6 nömrə də 1 ilə 6 danışmır. Bunlar susublar, neytraldılar. İndi gəlin baxaq. Bax, məsələn, burada deyir ki, 48-də doğru məlumat verənlərin sayı yalandan çoxdursa, göstərilən şəklə əsasən oyunu təqdim edən neçədir? Kim olar? Doğru yalandan həmişə o vaxt çox olur ki, mənəm deyən olan olur. Yadda saxlayın, həmişə mənəm deyən olur. Doğru yalandan haçan çox olur. Bax, onu qısa olaraq yadda saxlayın. Doğru yalandan çox olan mənəm deyən olur. Doğru yalandan çox olanda oyunu təqdim edən mənəm deyən olur. Yəni, şəhadət barmağı aşağı olan. Bax, barmağı belə olan olur. Yəni, 5 nömrəli oyuncu olacaq. Burada düzgün cavab deyil. İndi yoxlaya bilərsiniz. 5 nömrəli oyuncu oyunu təqdim edəndə 1 düz danışır, 2 düz danışır. Deyir, mən deyiləm, sonu göstərir o tərəfi. Özü də deyir ki, mənəm. 3 dəfə düz danışır. Deməli, burada cavab 5-dir. Yalan məlumat verənlərin sayı doğruya bərabərdirsə, oyunu hansı nömrəli oyuncular təqdim edə bilər? Hə, burada deyir ki, artıq yalan da doğru bərabərdir.
Yalanla doğru bərabər olmağı yoxlayacağıq. Yalanla doğru bərabər. Bax, məsələn, gəlin baxaq. Bir nömrəli oyunçu oyunu təqdim eləsə, onu təsdiqləyən bir dənə 4 nömrəli oyunçudur. Çünki 4 həmin istiqaməti göstərir, özü isə mən deyiləm. Yəni 2 nömrəli oyunçu oyunu təqdim edəndə bir doğru olur, 3 dənə səhv olur. 3 nömrəli oyunçu oyunu təqdim edəndə, onu təsdiqləyən 2 nəfər var. Biri 1 nömrəli oyunçu, 2 nömrəli oyunçudur, deyir mən deyiləm. Biri də ki, 4 nömrəli oyunçudur, onu göstərir də istiqamətdən. Yəni 3 nömrəli oyunçu oyunu təqdim edəndə doğru ilə səhv bərabər olur. 4 nömrəli oyunçu oyunu təqdim edəndə, əslində mən biri də yazmalıydım. Biri də yazar. Smiley danışmasa da oyunu təqdim edə bilər. 1 nömrəli oyunçu oyunu təqdim edəndə 2 düz danışır. Deyir ki, mən deyiləm. 4-də düz danışır, həmin istiqaməti göstərir. 2 ilə, 3 ilə 5 yalan danışır. 3 deyir ki, bu tərəfi göstərir, əks tərəfi. 5 də deyir mənəm. Yəni 2 doğru, 2 səhv olur. Ondan sonra, əgər 4 nömrəli oyunçu oyunu təqdim eləsə, 2 düz danışır. Deyir ki, mən deyiləm. 3 onu göstərir, deyir mən həmin tərəf göstərir, özü səhv danışır. Özü oyunu təqdim edib, amma əks tərəfi göstərir də, özünü göstərir. 5 də deyir mənəm, bu da səhv danışır. Yəni 2 doğru, 2 səhv olur. Sonra, əgər 5 nömrəli oyunçu oyunu təqdim eləsə, bayaq demişdik, burada doğrular çox olur da, 3 doğru olur, 1 səhv olur. Burada hamısı düz danışır, bir dənə 4-dən başqa, 4 əks tərəfi göstərir. Özü düz danışır, deyir mənəm, 3 deyir, o həmin tərəfi göstərir, 5 də deyir mən deyiləm. Burada 3 doğru, 1 səhv olur. Nəhayət 6 nömrəli. Smiley-də isə 2 nömrəli oyuncu düz danışır, deyir mən deyiləm, 3 də düz danışır. 2 nəfər düz danışır, 2 nəfər səhv danışır. Səhv danışanlar isə 3 olur. Çünki deyir ki, o əks tərəfi göstərir, 5 də deyir mənəm. Deməli, doğru ilə səhv bərabər olan 3 nömrəli oyuncu, 4 nömrəli oyuncu, 1 və 6. Düzgün cavab olacaq 1, 3, 4, 6. O da hansı variantdır? C variantı. Və nəhayət 50-ci. Neçə nömrəli oyunçunun şagirdin verdiyi məlumatı doğru olma ehtimalı çoxdur. Özünün dediyi fikirlər düz olan həmişə, burada da yadda saxlayın, şəhadət barmağı yuxarı olan. Yəni, həmişə daha çox düz danışan şəhadət barmağı yuxarı olan. Yəni, yuxarı qaldırdığı barmaq. Bax, o həmişə doğru danışmaq ehtimalı çoxdur. Niyə görə? Çünki o hər dəfə deyir ki, mən deyiləm. O, məsələn, 5 dəfə düz danışdı burada. Bir nömrə təqdim edəndə dedi, mən deyiləm, düz danışdı. 3 təqdim edəndə dedi, mən deyiləm. Bir dəfə özü onu təqdim edəndə səhv danışır. Yəni, növbəti sualda 2 nömrəli oyuncu olacaq, yəni A. Həmişə doğru danışmaq ehtimalı çox olan, şəhadət barmağı yuxarı olan deyir. Həmişə daha çox oyunu təklif etmək ehtimalı olan isə şəhadət barmağı aşağı olur. Oyunu təklif eləmək ayrı bir şeydir. Danışmaq ayrı bir şey. Düz danışan şəhadət barmağı yuxarıdadır. Oyunu təklif eləmək ehtimalı çox olan 2 nömrəli şəhadət barmağı aşağı olur. Oldu. Uşaqlar, ev tapşırıqlarını götürəcək. Gecəniz xeyrə qalsın. İnşallah 6-cı gün öz vaxtında onda görüşərik. Sağ olun. Müəllim, bir